dəhşət bir şeydir. Ay, yaxşı da yarı olar da yar. Oy da nəzrin. Burasında şehti çəkdirməliydik. Oh my god. Glacier Express-ə minmişik. Bu işığı yanır görəsən, söndürmür görəsən yaxşı düşür oradan. Və dəhşət bir şeydir yəni. Bu da bizim asmanla da bağırdadan danışan. Böyle bir başa düşürəm mən. Bu da bizim danışacağım sonra. O kişi yok dedi baş koşma diye sanırım. İndi isə gələyim videonun normal yerlərinə. Əslində orada biz make-up eləməyə çalışırdıq və birdən-birə make-up çantamız açdı. Yanımızda olan Çinlilər bizə kömək elədi. Çox gülməli bir an yaşandı. Ona görə videonun tamamında danışa bilməmişəm. Səsimi sonradan yazıb sizə qısa bir xülasə keçmək istədim. Bu gözəl mənzərələrin qarşısında gördüyünüz kimi çox gözəldir. Yəni həqiqətən də bir nağıl aləmi kimi hiss edirdik özümüzü orada. Salamlar. Glacier Express-ə sizi salamlayıram. Yəni mənzərə ilə tam olarak 8 saat yolumuz var birlikte. Yani bu tatilde bütün o bucket listlerimizin bir qisminə Tirkoya'ya gedirik. Bu da onlardan biriydi. Və çox heyecanlı. Hələ yarım saat falan olan başlamışıq. 8 saat yolumuz var. Sizi update edeceğim mənzərələrlə. Hətta bəlkə də Glacier-ə təkcə video ayıra bilərəm. Yəni çünki 8 saat əmrəmi çox qəşəng yerlər görəcəyik və necə aldıq bileti falan bu barədə məlumat verə bilərəm. Və WhatsApp-da görüşərik. Dostlar salam bir daha. Dedim ki qatarda vaxtı necə səmərəli istifadə etmək olar və düşündüm ki sizə video çəkim. İndi hardayıq, hara gedirik. Deməli güzəldir. Bilmirəm, bayaq videoda biraz həyecanlanmışdım. Normal dedim, yoxsa yox. Glacier Express-ində bilmirəm, bununla bağlı məlumatınız var, yoxsa yox. Bununla bağlı biraz məlumat verir nəzərdə. Glacier Express-ini bu qədər yaxşı eləyəm. Nədir? Yəni niyə bu qədər məşhurdur, yaxşı bunu deyil? Keçdiyi rota. Hə, deməli Alp dağlarının arasından əslində dəmir yolu salıblar. Yəni bu məncə dəhşət bir şeydir. Yəni özünüz görürsünüz, dağların arasından keçirir. Yəni bildiyiniz dağların arasından keçirir həqiqətən. Yolunu görmək üçün mənzərə. Mənzərə. Hətta burada yuxarıda da pəncərə. Hətta yuxarıda pəncərə var. Bayaqki videoda onu göstərdim sizə və içi çox komfortlu, çox luxury hiss edirsiniz. Özünüzü belə restorandır falan, qardirobu, oturursan özün üçün, mənzərə dəhşətlə özün istədiyin yeməyi yetirə bilirsən. Burada belə menyular var və qiymət elə demək olar ki, şəhərdəkinin eynidir. İstədiyin zakaz edib yeyə bilirsən. 8 saatimizi belə dəyərləndirdik. İndi isə Glacier Express-dən keçəcəyik başqa bir şəhərə. O şəhərdən də İtaliyaya keçəcəyik. Ümid edirəm ki, səsimi eşidilir, çünki kənarda insanlar çoxdur, amma məni başa düşmədiklərinə görə rahat danışa bilirəm. Biz əslində buranın biletini Eurotrain-lə almış sayılırıq da, düz deyil. Biz sadəcə seat reservation. Seat reservation eləməlisiniz ki, bu pəncərə kənarı olsun, 4 nəfərlik yerlər. Yəni, kişi gəlir, yenə nəsə yoxlamağa gəlir deyəsən. Yəni, rahat otura biləsiniz deyə. Seat reservation 2 nəfər nə qədər verdiyimiz də verir. Qiymətləri əslində yüksəkdir. Əslində, belə baxanda Eurotrain-i ümumi almışıqsa, bir dənə buna pul vermişsə, pis sayılmır. Bizdə elə yaxşı oldu, yəni Eurotrain-ə görə. Biz elə bir ki... Yoxsa first class almaq istəyirdik əslində təkcə bunu. Seat reservation, yəni seat reservation, yəni oturmağa ayrı bir yer rezervasiya edirsiniz. Ona biz demişik 194 manat ikimizə. Və onun sayəsində belə bir mənzərə, bu komfort məncə həqiqətən çox dəyir də, yəni niyə bu qədər pul verdik biz deməmişik yəni hələ. Çox ləzzət edir. Belə, başqa nə deyə bilərəm bununla bağlı? Alpların arasından gedirik, yəni bu yəni bir də bizə nə vaxt qismət olar bilmirsən də, yəni ona görə buna gəldiyimiz anda düşündük ki, istədiyimiz nələr var, sanki Matterhorn da bunlardan biriydi, dedik hamısını yerinə yetirək. Belə Glacier'i təkcə paylaşmağı düşünürəm, çünki bura çox gözəldir, o qədər gözəl kadrlar var əlində. Fikirləşirəm ki, hamısını yığım,
bir araya gətirməkdənsə, uzun bir şey olmaqdansa hamıya faydalı məlumatları verib elə paylaşmaq düşünürəm. İndi bileti yoxlamağa gəlirlər, fikrim orada qaldı. Ona görə gəlin, belə eləyim sizə baxın. Videonu növbəti hissələrdə belə davam edəcəm. Hələsə 2 saat dönmüş. He needs the QR code to scan. Qatarın gəlmişik pəncərəsinin açılan tək hissəsi var bura. Oyda, bu nədir görürsünüz? Zaten görüyorsunuz. Anlatmaya gerek yok. Yolculuğumuzun artıq 6. saatındayıq. 1 saata, 1 saat 20 dəqiqə artıq çatırıq. Amma bu yolculuğumuzun içində hələ ki sadəcə bir hissəsidir. Yəni sonra isə yolculuğumuzun digər hissələri davam edəcək. Bura əslində qatarın o kupe dediyimiz hissələridir də, belə dəyişir. Buradan keçsən first class-a, biz second class-dayıq, amma əmin olun ki first və second, yəni belə wow fərqi yoxdur yəni cidden. Panoramik view eynidir, prosta. View eynidir həqiqətən. Digərlərində təknəfərlik yerlər daha çoxdur. Executive-də hamısı təknəfərliklərdir. Digərlər zaten pəncərə tərəfində sənsə yanda kimsə otursa nəfərdir. Bəli, burada şey mədəniyyət aləmini açmışdır. Bir Meksikalısı, Azərbaycanlısı, ikincisi deyərək çox maraqlı Bakını bir. tandırır. Bəli, multikultural bir vəziyyət yaratmışdı. İndi yolculuğumuza az qalıb. Çamadanları da burada qoymağa yer var. Hər uşaqlar cidden var. Tok taxmağa yeri var. Yəni bayaq Nəzən ondan danışdı ki, təyyarədən daha rahatdır yəni burada səyahət etmək həqiqətən. Bir də əvvəl bu yolculuq 12 saat olubmuş. Ha, onu dedin. Deməmişəm. Deməli dağın arasından tunel düzəldiblər. 12 saatlıq yolu 8 saat 1981 dedi ya 81 böyle bir şey. Dağın arasından deşib yol, dəmir yol xətti çəkiblər ki, yol o qədər uzanmasın, yəni təsəvvür edə bilirsiniz, yəni bu nə demək, dağın arasında 15.5 kilometre. Hərdərsə bir 15-20 dəqiqə 15 kilometre gittiler, 4 saat yolu kısaltdı. Bəli, belə. Bugünlük Bu kadar məlumatlar yol bəsdir. Sonda bizim gördüğünüz gibi Bernina Ekspresi'ne de binme şansımız oldu. İsveç'ten İtalya'ya onun sayesinde keçid ettik. Bence videolardan da belli oldu ki hansı həqiqətən də bizim çox xoşumuza gəldi. Ümid edirəm ki sizin də şansınız olar. Bir gün bu qatarlardan istifadə etməyə hər kəsə xoş izləmələr və xoş istirahətlər arzulayıram.